Azərbaycan Baş Prokurorluğu dekabrın 15-də paytaxtın Yasamal rayonu ərazisində rayon idman sağlamlıq kompleksinin stadionunda keçirilməsi planlaşdırılan mitinglə bağlı xəbərdarlıq yayıb. Baş Prokurorluğun xəbərdarlığında bildirilir ki, miting zamanı ayrı seçkiliyə, ədavətə və zorakılığa çağırışla müşahidə olunan milli, irqi və ya dini ədavəti təbliğ edən təhqiredici şüarlardan istifadə olunmasına yol verilməməli. Miting təşkilatçıları və iştirakçıları tərəfindən odlu və soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və əmlaka zərər vura bilən əşyalardan istifadə etmək qadağandır. Bakı şəhər icra hakimiyyəti ilə razılaşdırılmamış vaxtlarda və ərazilərdə kütləvi aksiya keçirilməsinə cəhd göstəriləcəyi təqdirdə ictimai qaydanı pozmaqla və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqla ifadə olunan əhalinin rahatlığını, idarə, müəssisə və təşkilatların normal fəaliyyətini, eləcə də nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı qanunvericiliklə müəyyən edilmiş qaydada alınmaqla kütləvi aksiyaların təşkilatçıları barədə müvafiq tədbirlər görüləcək.